9 Mart buraxılış imtahanında bu mövzulara xüsusi diqqət yetirin. Bundan əvvəlki videolarda demişdik. Bax, gəlib həmin şeylər 2 Mart imtahanında düşdü. Və 9 Mart imtahanında da peşman olmaq istəmirsənsə, mənim deyəcəyim bu mövzulara xüsusi fikir ver. Mən sənə konkret sual deyə bilmərəm, amma mövzunu konkret demək olar ki, sən o mövzulara bax, xeyrini inşallah görəcəksən. Videomuza keçməzdən, izləməzdən öncə nə edəcəksən, bir dənə izləyəcəksən. Və səlam, bu da olacaq sənin bizə təşəkkür borcun. Birinci məsələ, frazeoloji birləşmələrin sinonimliyi, antonimliyi, amonimliyi. Əgər əvvəl sinonimliyi düşübsə, indi amonimliyi, antonimliyinin düşmə ehtimalı var. Bundan sonra sintaktik təhlillə xüsusi fikir verin və sintaktik təhlildə tərkiblərin, yəni feili sifətin içərisində feili bağlama, sonra isim birləşmənin feili bağlamanın tərkibində olması, xüsusən bu tərkiblərə ayrıca və daha ciddi yanaşın, tərkiblərlə bağlı vəziyyətinizi yaxşı eləsəz, sintaktik təhlilin öhdəsindən gələrsiniz. İkisi belə getdi. Sonra bir sözün müstəqil cümlə özü olub-olmaması, bu da daha çox harada baş verir? İsim birləşmənin tərkibində, feili birləşmənin tərkib hissəsində baş verir. Məsələn, dostum bizə gələndə gec idi. Mənsubi şəkilcili söz müstəqil cümlə özü deyil. Dostum sözü, yəni feili bağlamanın tərkib hissəsindədir. Bax, belə şeylərə xüsusi fikir verin. Növbəti bir məsələ, baş və budaq cümlənin yeri. Bağlayıcı sözlə mi bağlanıb, bağlayıcı ilə mi bağlanıb və bunlara fikir verin. Bağlayıcı sözlə bağlandı, budaq cümlə baş cümlədən əvvəl gəlir. Sağla, mınla bağlananda budaq cümlə əvvəl gəlir. Bax, bunlara da fikir verin. Sonra qrammatik norma, leksik norma, bunlara fikir verin. Qrammatik norma düşmüşdür. Bəlkə bu dəfə leksik norma düşə bilər. Sonra fonetika ilə bağlı fikir verməz, təbii ki, sözlərin düzgün yazılışı düşə bilər və bundan əlavə xitaba fikir verin. Xitabdan əlavə bəlkə indi orada xitab düşübsə, burada ara sözün də düşmə ehtimalı ola bilər. Belə dostlar, hamınıza uğurlar arzulayıram. Buraxılış imtahanı uğurla verib dərhal qayıdıb gəlirsiniz bizə. Necə ki, yüzlərlə şagirdimiz yüksək bal topladı. Buraxılışda sevinə-sevinə, gülə-gülə çıxdılar. İnşallah siz də çıxarsınız. Dərhal qayıdıb gəlirsiniz. Blok imtahanına sürətli bir şəkildə biz sizlərə hazırlayırıq. Aylıq ödəniş cəmi 50 manat 2 ay, 3 ayın içində tam olaraq hazır olursan bu sürət qruplarımızda və sınav qruplarımızda da sən aylıq ödəniş cəmi 20 manatla deməli ay ərzində ondan çox sınaq işləmiş olursan. Bundan əlavə bu qruplara qoşulmaq üçün 0 99 899 67 77 nömrələrimizi yazıb qruplarımıza qoşula bilərsiniz. Hələlik bu qədər. Sağ olun.